çəmənim, gülüm mənim, ulduz dolu kəhkəşanım. İstəyirəm hara salıb bu sevdanı elə yayım. Necə susum, necə danım, səni sevdim, sən yandım. El içində mehribanım. Akşamınız xeyir olsun. Mənim dəyərli, mehriban tamaşaçılarım, akşamınız xeyir olsun inşallah. Nəsimi demişkən, gah çıxaram göy üzünə, seyr edərəm aləmi. Gah enərəm yer üzünə, seyr edər aləm məni. Biz də elə bu bir həftə ərzində qalxırıq göy üzünə, onları seyr edirik, çəkirik və düşürük yer üzünə ki, sizə onlardan xəbər gətirək. Bəli, siz bizi seyr edəsiniz. Necə deyərlər, elə arxalanan igidin kürəyi yeri dəyməz. Elə biz də sizə arxalanırıq. Odur ki, elə bu minvalla verilişimizə başlasaq yaxşıdır. İndi görün bizim anonslarda kimlər var, kimlər yox. Sözü sərt deyirəm deyəndə fikirləşmirəm ki, bu insanın xətrinə dəyər. 40 gün mən stres keçirdim. Bütün meyxanaçıları çıxartmağa hazırıq. Sən gəl, mən demişəm ki, vaxtım yoxdur. Qoy ürək istədikləri pulu qazansınlar. Görək ondan sonra nə olacaq? Bizim dinləyicilərimizin qulaqlarını korlamayın. O canlı oxusun, sonra bunun söhbətini edərik. Elə oralarda da ilişib qalarıq. Mən acından ölürəm. Evdə uşağımı zəhərləyən insanlar təbii ki, mənim düşmanım ola bilər. Bir kinarə olaraq öz Məncə qədrini bilirəm qədrimi, bəli. O xanım mənim evimdə çörək yeyib, çay içib. Bacısı qızın toyuna səni dəvət eləmişdi, sən də getməmisən. Düz deyir. Mara istəyirsən get. Mənim yanıma gəlməyəcəksən. Mən öz toyuma utanırdım cəmaatı çağırmağa. Bunlar hamısı boş-boş şeylərdir. Ekizlər gəlmişdilər bura, belə danışdılar. Elə siz biraz bundan sonra artıq fikir verin də. Afaqla onlar. Qıçqıraq, qıçqıb, stop. Stop. Birazdan. Onu demisən. Düz deyirlər ki, çox gülən insanın dərdi ağır olur. Buna bariz nümunə Əlikram Bayramov. Gördüyünüz kimi çox kövrəlib. Həyatda çox böyük itkilər yaşayıb. Elə afaqla onlar kamerasını görüb ürəyi açıldı. Gəlin, sujet izləyək. Əlikram Bayramov hisslərinə hakim ola bilmədi. Sən ağla, Ağlatdınız da məni. dayanamam. Onu kövrəldən səbəb nə oldu? 40 gün mən stres keçirdim. 40 gün. Az sonra. Üzündən təbəssümü əskik olmayan müğənni Əlikram Bayramovun daim nikbin, zarafatçıl olmağı görün nə ilə bağlıdır. Dünyada insan yaşamaq istəyirsə, eşq, sevgi ilə yaşamalıdır. Dünyaya həvəs olmalıdır. Eşq həvəs olmalıdır. Sevgi həvəs olmalıdır. Həyat elə şeydir ki, həyata bir dəfə gəlsən, ikinci dəfə dönən insan mən görməmişəm doğrusu. Amma həyatda ən gözəl şey sevgidir. Müğənninin bir gözü eşqdən, sevgidən gülsə də, digər gözü itirdiklərinə görə qan ağlayır. Doğmalarım, əzizlərimi, çox yaxınlarımı mən həyatdan itirmişəm. Mən anamı tez-tez yuxuda görürəm. Anam mənim. Mənim ata oğlum ana olub, mən 2 yaşında atamı itirmişdim. Kəndimizə getmişdim. Elə hiss şeylərdə mən anamın qoxusunu hiss elədim. Anasından doymayan, yoxluğunu hər an hiss edən Bayramov onun son istəyini xatırladı. Dedim, səndən bir son xahişim var. Bizim atlı yurdumuz çox köhnəlmişdi. Rəhmət yatan tikmişdi onu o vaxt. Dedi, bu evi bir dənə dəyişərsən. Mən də onun arzusunun yerinə yetirdim. 7 il o ev üzərində çalışdım. 7 il həyatımı var. Anamın arzusunun yerinə yetirdim. Amma anasız nəyə lazım? Ev var amma. Anam yoxdur var. Ağlatdınız da məni. Atasını uşaq yaşlarından itirən ifaçı ata qayğısını, dəstəyini də həmişə anasından görüb. Məhz buna görə anasını itirmək müğənniyə dözülməz dağ çəkib. 40 gün mən stres keçirdim, 40 gün. Çünki birdən-bir 2 nəfər itirmək çətindir axı. Yəni mən həm atamı itirdim, həm anamı itirdim. Elə bir
Mən elə bilirdim ki, anama nəsə olsa mənə nəsə olar. Çünki o qədər sevmişəm anamı. Bayramovun o çətin günlərində əlindən bərk-bərk tutub, yıxılmağa qoymayan bir nəfər olub. Dünyada əgər istəyirsənsə güclü insan olasan, arxanda bir güclü xanım olmalı. Mənim xanımım qoymadı mən yıxılmağa, mən yıxılırdım. Dəhşətli dərəcədə stres keçdim. Yəni birdən-birə belə şeyin olmasını mən gözləmirdim, amma yoldaşım dayaq oldu mənə. Ömür gün yoldaşı Tünzalə xanımın dəstəyini daim hiss edən Əlikram bəy afaqla onları fürsət bilib milyonların qarşısında ona bir daha təşəkkür etdi. Mən Tünzalə xanıma təşəkkür bildirirəm. Hər bir zaman yanımda dayandı, arxamda dayandı. Mənim yoldaşım həyatda yeganə insandır ki, mənim zapisim çıxanda qulağından sırğası, parmağından üzgün, boynundan sepi çıxartdı, satdım, mənə verdi. Dedi, get oxu irəli get, sən geridə qalmamalısan, sən geridə qalsan, günü-gündən geriləyəcəksən. Övlad itkisinin də acı şərbətini dadan Bayramov o dərdi də həyat yoldaşı ilə baş-başa çəkib. Mən bir övladımı qoydum burada getdiyim qalibi, indi mənlə bahəmdir. Bir övladım dünyaya gəldi, mən övladımı itirdim, mən getdim dedim, yox, ya mən varlanacağım, ya da belə yaşaya bilməm mən. Getdim Rusiyada qaldım 6 ay, 6 aydan sonra 3, 4, 5, 6-cı ay keçəndə gəldim, o bir övladım dünyasını dəyişib. Yoldaşıma demək istəyirəm ki, canım sənə fəda, həyatda yaşamamın səbəbi göz yeganə insan odur. Ellerimiz bir, gönüllerimiz. Xanımını yerə göyə sığdıra bilməyən, qəlbi dərddən qubar olan Əlikram Bayramovun ardınca pedaqoq və müğənni İntiqam Kərimovu kameramız önünə alırıq. Bayramovdan fərqli olaraq Kərimov kövrək yox, əsəbidir. Səbəbi isə Elza Seyidcihanın onun ünvanına dediyi sözlərdir. Yəni belə ritimlər var. Oy. Vəfa Şərifova. İntiqam müəllimin tələbəsi. Какой-нибудь da, deyir ki, какой-нибудь tütək çalar. Tələbə yoldaşımızdır. Tanımıram da mən. Tanımışamsa tanınmamış olur. O mənim yanıma dərsə gəlmək istəyib, mən ona məşğul olmamışam. O xanım mənim evimdə çörək yeyib, çay içib. Bildiniz nə deyirəm? Evimə gəlib və ilk VA7-ni Azərbaycana mən gətirəndə gəlmişdi ona baxmağa evimə. Vəfa Şərifova. İntiqam müəllimin tələbəsi. Какой-нибудь da, deyir ki, какой-нибудь tütək çalar. Tanımışamsa tanınmamış olur. Gəlsin mənim tələbələrimdən harda istəyirsə 3 dənə, 4 dənə qız tələbə, 3-4 dənə də oğlan tələbə çıxaracam. Qabaq-qabağa canlı oxusun, sonra bunun söhbətini eləyək. Elza xanımın dilinə gətirdiyi cümlələri bir-bir vərəqləyən Kərimov keçmiş dəftərlərə də əl atdı. Mən onu Azərbaycanın səsində o vaxt dedim ki, o qız kimi orada canlı oxu, onun xətrinə dəydi. Sonra təhqir elə ağlat cəmaatı, insanları ağladırdı. Bir nəfər çıxdı qız, dedi ki, sən başını elə bil inək yalayıb, bunu yola saldı, qız ağladı, getdi. Dedim, tələbələrlə elə danışmayın da, uşaqlarla elə də. Dedim, müdafiə eləməyin heç kəsi. Ötənləri sətir-sətir xatırladan İntiqam müəllim gəlib çıxdı, Seyidcihanla arasında olan bu kinli ədavətin əsl səbəbinə. Mənim tələbələrimdən başı sadəcə olaraq işiniz olmasın deyəndə durdu gəldi yanıma ki, gələcəm məni də. Dedi, yox, mən dedim ki, çıx o uşaq kimi oxu. Sonra danışarıq canlı. Deyəndə gəldi ki, əllərini də belə qoydu ki, gələcəm öyrədəcəksən, dedim, öyrətmirəm. Niyə? Dedim, istəmirəm, mən bilərəm. Bu mənim öz işimdir. Elə ondan sonra biz danışmırıq. Ən azından mənim tələbələrimdən kimi oxumağı öyrənin. Mən gəlib sizdən öyrənim, sonra tələbənizdən öyrənərəm. Hələ mən sizin yanım. Bir də xahiş edirəm Bir dəqiqə, mən sənə dərs keçməyəcəm. Gəl bura, niyə? Keçməyəcəm. Bax, gedərəm de, Jalə xanımın yanına. Get ki, kimi istəyən yanına get. Sən danışığını bilmirsən ki. Sən yox, siz. Yanına dedim, hara istəyirsən get. Kimlə məşğul olursan ol. Mənim yanıma gəlməyəcəksən. O vakalı mən qədəri bilə bilməz. Mən nə istəyirəm onu da bilməz. Və fikir söyləməyə də haqqı yoxdur. Əgər mən deyirəmsə bu belədir, gəlsin oturaq mən bunu sübut edeyim. Tələbə yoldaşımızdır. Tanımışamsa tanınmamış olur. Mən Elza ilə tələbə yoldaş ola bilmərəm. O artıq orada oxuyanda mən orada işləyirdim opera hazırlığı kafedrasında. Mən 84-cü ildə girmişəm konservatoriyaya, o 90-cı illərdə girib. Və mən artıq opera tamaşaları oxuyurdum. Mən 4 dənə beynəlxalq müsabiqə udmuşam. Mənim oxuduğum caz,
Mənim oxuduğum rock, Azərbaycanda ilk caz rock oxuyan adam mənim 77-ci ildə Tofiq Babayevin Neyləyim əsəri. Həmin xanım mənə konservator idi. Biz sizdən oxumaq öyrənirik deyirdi. Tələb olduğu vaxtı. Bilirsiniz, indi nə istəyirlər danışsın. Reklam üçün kim nə istəyir danışır, qoy danışsın. Mən də elə danışsam Elza olaram ki. Ola bilməzsən. Olsaydın sən bugünkü gündə Elza olardın. Bu vaxta kimi Elza olmamısan ki, ola da bilməzsən. Elza kimdir ki? Elza göz qarşısındadır. Bəli, Əməkdar Artist Bəstəkarlar İttifaqının üzvü. Öz mövqeyini və tələbələrini Seyidcihanın atdığı oxlardan qorumağa çalışan İntiqam Kərimovun danışdıqca ürəyində illərlə yığılıb qalanlar ortaya çıxdı. Amma bugünlük bu mövzuya nöqtə qoymalı olduq. Çünki başqa müsahibimizi də bir başqa mövzu narahat edir. Peşəkar musiqinin keşikçilərini dəbdə olan musiqilər və mahnılar artıq savaşçıya çevirib. Bəli, məhz bu orduya Ayaz Qasımov da qatıldı. O, bu musiqiləri, bayağı musiqilərini heç cürə qəbul etmədi. Şou meydanının at oynadanlarından, qılınclı qalxanlı qalmaqallarından kənar gəzən Ayaz Qasımov uzun müddət sussa da artıq dilə gəldi. Onu danışmağa vadar edən, bayağı deyilən mahnılardır. Qasımov belə mahnıların toruna düşən həmkarlarına sözünü afaqla onlar vasitəsilə eşitdirdi. Bir neçə ifaçılardan mən eşitdiyim bir söz var ki, biz elə oxumasaq biz acından ölərik. Çox yanlış ifadədir. Mən illərdir peşəkar musiqi ifaçısıyam. Mən bir dənə də olsun bayağı musiqi oxumamışam. Və mən acından ölürəm. Xahiş edirəm bu barədə heç kəs belə söz deməsin. Musiqini qazanca bağlayanların qəniminə çevrilən Ayaz problemin mahnılarda yox, müğənnilərdə olduğunu dilə gətirdi. Əslində pis musiqi yoxdur. O musiqini sadəcə pis təqdim edən var. O musiqini pis ifa edən var. Bir musiqini oxuyursansa, onu gərək belə çıxmasın, möhürün vurasan. Yoxsa bəsit yolla oxumaq, yəni mən istəmirəm. Mən bayağı musiqini özümə yaraşdırmıram. Palaza bürünüb, ellə sürünənlərdən uzaq olmağı üstün tutan müğənni pis mahnının ömrünün az olduğunu deyir. Qoy ürək istədikləri pulu qazansınlar. Görək ondan sonra nə olacaq? Qıçqı, raqqıçqı, belə mahnılar, nə bilim, nə vaxt, yəni nəzər yetsə arxivdə belə mahnılar maksimum 1 ay, 2 ay dinlənilir, sonra yaddan çıxır. Zövq lazım, zövq. Zövq məsələsidir, bilirsiniz əzizlərim. Murad Arifin bir sözü var, dostum, dedi ki, bizdən də çox pul qazanılır, bəlkə də o ifaçılar. Mən görmədim ki, deyir, onlar bir dənə zövqlü aranjman eləsinlər. Belə görünür ki, bu mövzu bir çox sənət adamlarının yaralı yeridir. Bugünə kimi afaqla onlarda bu mövzuda danışanlar sırasına Ayazın ardınca Zamiq də qoşuldu. Azərbaycan dilində oxuyuram o demək deyil ki, mən bu Azərbaycan musiqisini ifa edirəm. Söz bizim dildə yazılır, amma oxumuş tərzidir, aranjmandır, bizim deyil. Götürüb özləri düzəldirlər, sözləri yazırlar, bütün belə mahnılardır, çox maraqlı. Və elə də ifa edirlər ki, o da Azərbaycan yolu deyil. YouTube-da baxışlardır, bunlar hamısı boş-boş şeylərdir, özünüz bilirsiniz ki, nə qədər pullar buraxırlar ki, o mahnılar hit olsun, populyar olsun. Bir də görürsən ki, hansısa bir maşında gedirsə, yanında sürürlər, görürsən, oturub. İnanırsınız, dəfələrlə olub ki, istəmişəm saxlayayım. Demişəm ki, okey, sən özünü zəhərlədin, yanındakı uşağa yazığın gəlsin. Azərbaycan musiqisinə yad olan mahnılara zəhər adı qoyan Zamiq o cür mahnıları ifa edib, övladını zəhərləyənləri də düşmən adlandırdı. Mənim evdə uşağımı zəhərləyən insanlar təbii ki, mənim düşmanım ola bilər, təbii ki, mənim düşmanım ola bilər. Hər birimizin, ailəmizdə uşağımızı kim zəhərləyir, deməli bu bizdən deyil. Bu bizi sevmir, bu bizim musiqimizi sevmir, bu bizim uşaqlarımıza hörmət eləmir, yanaşmır, ailəmizə, insanlara yaxşı sevgi ilə yanaşmır. Çünki yaxşı yanaşsa onları zəhərləməz. Olduqca sərt danışan Hüseynov müğənnilərə çağırış edib, gələcəyimizi daha ciddi düşünməyə səslədi. Zəhərləməyin. Belə nə uşaqlarımızın gələcəyini düz quracağıq, nə qədər təhsil alırlar, oxusunlar. Onlar aqressiv olacaq, onlar sərt olacaq, onlar bir-birlərinə qarşı kinli olacaqlar. Çünki o musiqi onlara onu verir. Bu qədər. Xahiş edirəm, diqqətli olun, heç olmasa uşaqlarımıza qarşı bunu eləməyin. Bizim dinləyicilərimizin qulaqlarını korlamayın, xahiş edirəm.
Zamiqin çağırış və tələbləri ünvanına çatacaq ya yox, bunu zamanla görəcəyik. Ən azından peşəkar musiqinin keşikçilərinin mübarizəni davam etdirəcəklərindən əminik. İndi isə studiyamıza qayıdıb, yubanmadan qonaqlarımızı dəvət edək. Bilirsiniz ki, 2025-ci il ölkə başçımız tərəfindən Konstitusiya və Suverenlik ili elan edildi. Və artıq hüquqi müstəvidə Azərbaycan öz hüquqlarını bərpa etdi. Qarabağımızı qaytarmaqla biz suverenliyimizə nail olduq. Və hal-hazırda Qarabağımızda çox gözəl, mötəbər tədbirlər keçirilir. Və bu tədbirlərdə iştirak etmək hər müğənniyə nəsib olmur. İndi hal-hazırda bura dəvət edəcəyim müğənninin həm səsi gözəldir, həm siması gözəldir. Və o sənətinə, ifasına o qədər hörmət edir ki, məhz sənət də onu ucaldır. Çinarə Məlikzadə gəlir. Səni daha gizlətmirəm, nə qaldı axı bizsən mənə, daha əvvəl kimi hiss etmirəm, yenə çox istər mənə. Ay, xoş gəlmişsən. Xoş gördük, çox Necəsən, sağ ay olun. Çinarə? Yaxşıyam, çox yaxşıyam. Çox bəyəndim studiyamızı, Bəyəndim. çox maraqlı. Təşəkkür edirəm. Hər zamanki kimi xeyirlisiz, uğurlusuz, Təşəkkür edirəm, özəlsiz, Çinarə. gözəlsiz. Təşəkkür edirəm. İnsan doğrudan da öz sənətinə hörmət edəndə, səhnəsinə hörmət edəndə sənət onu ucaldır. Amma bizim Çinarəmizin mütləq və mütləq əmması var. Biraz gec qərar verirəm. Aha. Deyirəm ki, tez ol, yanındakılara deyirəm ki, bir dənə tez qərar verin, ürəyim sıxıldı. Özümdən ürəyim Aha. sıxıldı. Tez qərar ver. Bir də ki, sözü sərt deyirəm deyəndə fikirləşmirəm ki, bu insanın xətrinə dəyər. Görürəm nəsə dedim sözü, susqunluq varsa deyirəm ki, nəsə Aha, yaxınlarıma nəsə deyirəm səhv ki, bu deyəsən pis çıxdı ki, belə deyildi ki, deyirlər biraz kobud dedin. Kobudluq var. Yəni Bir onlar reaksiya da verə gəlir. bilmirəm. Nə sevinç Aha. hissimi, nə kədər hissimi Niyə? tam göstərə bilmirəm. Bu da çox pisdir, mənə pis təsir edir. Gürçün nədir? Tərəzi. Yəni içimdə atıram, yığılır, birdən partlayanda. Bir də partlayırsan. Sən Sonra burada deyirlər, bax, nə oldu buna? partiya da Bu nədir? bilərsən. Hisslərini necə istəyirsən biruzə verə bilərsən. Rahat ol. Deyirəm ki, iki sakit insanı çağırıblar. Biz nə danışacağıq? Heç Siz olmasa narahat bir də- olmayın. Sizin içinizdə o alovu, o emosiyanı püskürtmək mənim boynuma. Amma hal-hazırda mən səni dəvət eləyirəm Çinarə səhnəyə. Səndən ifanı eşidək. Daha sonra o emosiyaları bərabər yaşayarıq. Ay Çinarə, necəsən de görüm. Mən yaxşıyam. Hazırlıqlar gedir. Aha. Konsertim olacaq. Aha, Yəqin ki, bilirsiniz. eşitmişik. Bəli, bəli. 14 xeyirli noyabr olsun. Heydər Əliyev sarayında Aha. solo konsertim olacaq. Əslində deyim ki, çoxdan eləməli idim. Bəlkə də biraz gecikmişəm, amma tək çox çətin və məsuliyyətli bir işdir Aha. deyə ona görə tək çətin olur. Və çalışıram ki, peşəkar komanda yığım özümə. Yəni onların dəstəyi ilə bir şey eləyərik inşallah, yaxşı olar. Bax, sən necə konsert düşünürsən? Keçən dəfə Mətanət xanım İskəndərli bizdə qonaq idi. Söylədim ki, nə olacaq Mətanət xanım? Bu qədər məsafədən sonra, neçə illərdən sonra siz səhnəyə çıxdınız, tamaşaçı qarşısına. Onları biraz təəccübləndirmək lazımdır. Söylədi ki, orada mən heç nə eləməyəcəm. Sadəcə ifam olacaq. Onlar Mətanət İskəndərli ifası eşidəcəklər və bu onların görəcəkləri ən gözəl konsertlərdən biri olacaq. Bunu Mətanət xanım Belə də söylədi. oldu həqiqət. Səndə nə olacaq? Məndə hələ tam bilmirəm deyə yalan deyərəm. Yəni hələ ki keçən səfər toplantımız oldu. Bizim musiqi rəhbərimiz Camal Qurbanov olacaq. Rejissorumuz Şövkət Fikrət qızıdır. Aha. İndi ona həvalə eləmişəm. Görüm nə fikirləşəcəksə repertuara uyğun. Çox istəyim mənim ola bilər. Dediyim kimi məndən olsa elə oralarda da ilişib qalarıq. Ona görə Aha. mənə elə ən doğru qərarı verən lazımdır ki, bir dənə qərar verək. Yenə qərarın üstünə gəldik. Yenə qərarın üstünə gəldik. Heç cürə qərar verə bilmirsən. Gec qərar verirəm. İndi gələn qonağımız bəlkə səndən bir ideya verdi. O ideya verməkdə, o gözəl-gözəl sözləri düzüb qoşmaqda, o necə deyərlər, o bədahətən gələn fikri var ha. Onun ideyaları var ha. O qədər gözəldir. Bəlkə o sən kömək elədi. Onun avazı, onun səsi, onun görüntüsü, onun zövqü hər zaman deyirəm ki, yəni yüksəkdir və onu doğrudan da bir dost kimi həm çox sevirəm, həm çox hörmət edirəm. Mən elə gəlir ki, bütün xanımların sevimlisidir. Elə bir xanım tapılmaz ki, desin ki, yo, xoşuma gəlmir. Namiq Qaraçuxurlu gəlir. Köksümdə hər dəfə döyünən ürəkdin sənsən.
fikrim qaldı orada. Nə qəşəng Bəyəndin, oxuyur. gördün, nə super. gözəldir. Ay Nə gözəl, Namiq, xoş səni gördük. xoş Necəsən? gördük. Sən yolu gözləməkdən gözümüzün kökü saraldı. Heç nə olmaz. Bax dedim Biraz ki, uzaq Namiq da. bura gələcək. Mən o sözləri ona söyləyəcəm, deyəcəm. Nə var deyəcək? Yəni doğrudan da. Bax, Ərkin də çatır. ha, Ərkin rahat, çatır, rahat. bəli. Harda Mən qaldın? gözləyirdim Niyə Çinarə gəl? xanımın boş vaxtı olsun, birlikdə gələk də. Sən axır ki. Gördün? Çinarə xanım vaxt tapdı. Söylədiyim kimi var da. Gələsi olduq. Yəni, gördün. Gələsi olduq. Namiq. Şükür. Mən gəlməsəm də ürəyim buradadır, gözüm buradaydı. Uğurlar arzulayıram sənin bu veriliş və artıq Təşəkkür. uğurlu olub. Təşəkkür. Sən olan yerdə də elə də olmalıdır. Çox sağ ol, aynen. Allah var. Çox sağ ol dəvətivə görə. Mən istirdim ki, yeni bir iş olsun. İnşallah yeni mahnım çıxıb onu oxuyacağam. Onu gözləyirdim ki, əli dolu gəlim də belə deyək. Yaxşı eləmisən, əli dolu gəlmisən, amma bizim əmmamız var. Əmmaları Bəli, var. əmmam. Yoxdur. Əmmasızsa. Bir şey çox həddindən artıq götür qoy eləyərəm. Bu bəzən əmmadır, bəzən müsbətdir, yaxşıdır. Musiqidən, yaradıcılıqdan tutmuş şəxsi məsələlərdə. Bəzənsə bu gecikdirir məni. Bu çox götür qoy eləmək gecikdirir məni. Bir əmma bu ola bilər. İnsanlara çox inanıram. Bir mənfi cəhətim də budur, amma yavaş-yavaş düzəlirəm. Bir neçə ildə artıq o inamı çalışıram, azaldım, hər adama inanmayım. Sizdəki nədir deyim, mən Mən səni yox küsəyən deyərəm. bilirdim, yox. Yox. Mən sadəcə, məsələn, bir adamın azsa yanlışlarını bir 10 dəfə, 15 dəfə keçərəm. Çünki əksinə küsəyən olmadığım üçün çalışaram başa düşüm də ki, normal oldu da, amma keçdiyini bir 10 dəfədən sonra keçdiyimə görə özümdə ixtiyar hiss eləyirəm, inciyirəm. Hələlik Var sənin- yerim. Əlbəttə, səhnə Harda? sənin yerindir. Nə gözəl, Səhnə sənin Onda yerindir. bir dənə oxuyun. Dəvət edirik səhnəyə səni, ondan sonra isə söhbətimizi davam edirik. Bravo! Təşəkkürlər, Ay təşəkkürlər. eşq Namiq, olsun, çox var sağ ol. olun. Bir daha Var xoş olun. gəlmisən. Təşəkkürlər. Necəsən? Yaxşıyam, çox sağ olun. Təki İşlərin necə gedir? siz də yaxşı olasınız. Səni hamı izləyirəm, yaxşı olsun. sosial şəbəkədən izləyirəm. Allah var Bakıda eləsin. tapılmırsan, Qarşılıqlı maşallah olsun. Çox arıqlamısan. Maşallah olsun, yoxsa olmasın. Bilmirəm, sənin üçün maşallahdır. Mənim üçün hə, çünki Yaxşıdır, istəyirdim çünki bunu. riayət eləyirəm, ona görə də nəticəni görürəm. İdmanın davam eləyir. Əlbəttə. Ay Namiq, keçən dəfə bizim qonağımız İradə İbrahimova idi. Bizim bu cavanlıq səhvimiz mahnısının söhbəti elə getdikcə gedir. Söylədi ki, Könül xanımdan öncə mənə təklif eləmişdi. Biz də hamımız belə təəccüblə soruşduq ki, İradə, sən mən istəmədim, bəyəm, amma elə peşmanam dedi. Mənə təklif eləyəndə, yəni özümü deyir, o mahnıda görmədim. Vaxtı zamanında təklif etdiyi mahnını istəmədim, oxumadım. Amma indi istəyərdim ki, bir mahnı oxuyum. O hansı mahnı? Böyük səhv etmişəm. Niyə oxumadın ki? Özümlə birləşdirə bilmədim. Meyxana. Ona görə yox dedim, amma böyük səhv etdiyimi sonradan başa düşdüm. Mən əvvəla təşəkkürümü bildirəm İradə xanıma, çünki baxdım çox Aha. belə səmimi danışırdı. Çox səmimi, yəni doğrudan da peşman olduğunu söylədi. Show biznesdə çatışmayan bir şeydir o səmimiyyət. İnşallah İradə xanımın geri dönüşü ilə bu səmimiyyət çoxalar digərlərində də. Açığı mən bilmirdim İradə xanımın xəbəri var bu məsələdən. O vaxtda biz cavanlıq səhvini yazanda mən o vaxt Muğamat Əzizovla işləyirdim. İradə xanımın da adı çəkilmişdi. Mən bilmirdim ki, Muğamat deyib ona. Yəqin ki, Muğamat deyib ona. Çünki mən belə başa düşürəm. Yəqin ki. Mən bilmirdim xəbəri var. Amma düz deyir, adı çəkilmişdi. O yox deyib filan. Ondan xəbərim yox idi. Amma bir çox adamların adı çəkilmişdi. Orada Aygün xanımın da adı çəkilmişdi. Bəli. Könül xanım əvvəldən var idi. Çünki mahnı yazılanda o nəzərdə tutulurdu. tutmuşdunuz. Sadəcə indi komanda olaraq götür-qoy eləyəndə düşündük ki, bəlkə belə bir yol seçək. O da qismət yenə də Könül xanım idi, birlikdə oxuduq. Mənə elə gəlir ki, elə Könül xanımla daha uğurlu alındı. Bizləri çaşdırdı cavanlıq, indi hər ikimiz çəkirik Verilişdə söylədi ki, Namiq mənə mahnı yaz. Bəli, oxuma eşitdim. Məncə çox yaxşı da alınar İradə xanımla bizim duetimiz. Amma mahnı yazmaq çətindir də. Bu dəqiqə elə bir dövrə gəlib çatmışıq ki, zövqlər müxtəlifdir, artıq başqa şeylər nələrsə eləyirlər, onları da biz hələ ki eləyə bilmirik. Ona görə seçim məsələsi var. Ümumiyyətlə o trend məsələsi bir xəstəlikdir, qorxulu xəstəlikdir. Bəzən adam çaşır, hə. Olur ki, məsələn, çox görürsən, deyirsən, mən də bəlkə belə bir şey eləyim falan. Yaxşı ki, məsələn, mən elə şeylərdə çox oyağam, hə. Başa düşürəm ki, eləmək olmaz da, bugünün trendinə o boyda imici qurban vermək olmaz.
Bugün əfsuslar olsun ki, bizim çox ulduzlarımız bu trend aşığı olublar və görürük ki, artıq o zövq məsələsində Ona doğru büdrəmələr gedirlər. baş verir. Bəli. Zövqlü mahnılar da düşür trendə. zövqlülər Yəni də ona düşür. görə də getmək Ən olmaz da. sevindirici hal odur, zövqlü mahnı zövqlü trendə mahnı düşəndə da O da düşür. arada Ona insan görə gərək sevinir. yoxdur. Doğrudan da arada sevinirik. Gərək yoxdur Çinarə, dəyişməyə. bilirsən, fikir verdim ki, sənin daha çox türk müğənnilərlə duetin var, gözəl ifaların var. Bizim müğənnilərlə biraz belə kənardasan, biraz ehtiyatdasan. O duet mövzusundan bezmişəm. Çünki kimə harda salam verirəm, hamı deyir ki, duet oxuyaq. Deyirəm, bir müddətli deyirəm. Hamı sifarişi verir, çıxır gelir. Deyirəm, nə olar, bir müddətli deyirəm, bir dənə bu söhbəti bağlayaq da. Aha. Yəni, bəzi insanlar elə bilir ki, bu duet oxusa daha, yəni, uğur kimi görürlər də. Məncə, nə bilim, düşünürəm Bəlkə ki, özün özü daha... ilk addımlarında, ilk bu sənətdə olduğundan Mustafa Cecəlisi gəldi, sonra kimlərlə oxumusan? Rafət Əlromanla da oxumusan. çoxsuyla oxu, İlyas Yəni Yalçın özün elə olub. özünü belə təqdim eləmisən ki, Haluk Levent olub. Yəni, Haluk çox olub. Levent olub, bəli, bəli. Sadəcə olaraq o həmən situasiyada baş verib də, yəni düşünülmüş bir şey olmayıb. Ona Gedişat görə belə indi olub. də gedişatda da mən dediyim kimi gedişatda qərar verən insanam da. Yəni indi də Namiklə deyəndə oxuyarsan sən. deyirlər ki, hə, niyə oxumuram? Aha, Namiqin qaşı bir dənə. Qismət elədim, bir də olsun da. Dediyim kimi oxumaq Vacib xatirinə məsələ. oxumayaq da. Yaxşı bir şey olacaqsa oxuyaq. İndi görək, ikiniz bir-birinizi nə qədər tanıyırsınız yaxından. Mən tanış olmağıma çox şadam. Ay sağ ol, ay sağ ol. Mən də sizi tanımağıma çox şadam. Görən olacaq. Başlayaq Çinarə səndən. Amerikaya toya dəvət ediblər Namiqi. Amma deyirlər ki, özünə revçi də gətir, onunla duet oxu. Namiq özü ilə kimi aparar? Elşad Xosəni, Qurdu, yoxsa Ramin Nabran? Ona baxma, mənə bax. Sən ona niyə baxırsan Bu ki? qutesi qutarsın. Sən mənə bax, mənə. Hansı da yaxşı, Sualın cavabını heç mən verəm mənim için. hansı da yaxşı reaksiya verir ona baxma. Qaşı hansı? Ona bax, qaşı. Ay sağ ol. Yəni, O da çaşdırır. Elşadı, İkinci Qurdu. sualda elə eləyəcəm, biləcəm. Elşad Xose olsun da. Cavab Çünki verim. ikisi də Sən variantın nədir? Biri də Elşad Xose? Xosudur. Mənim də ağlımdan nədənsə Elşad Xosa keçir. Elşad Elşad Xose ilə daha çox yaraşarlar. Yaxşı, ay Namiq. Çinarənin maşını xarab olub, qalıb yolun ortasında. Çox önəmli bir tədbirə gedib çıxa bilmirik görəm. Ərki sənə çatıb zəng eləyir ki, gəl məni apar. Sən də rayondasan. Sən kimə zəng elib deyərsən ki, git Çinarəni yoldan götür, apar toya, gecikir. Nadir Qafarzadəyə, Ağa Mirzə müəllimə, yoxsa İzzət Bağırova? Nadir Qafarzadə. Nadir Daha Qafarzadə. ərk eləyərəm, hə. Razılaşarsan? Ağamızda çox Razılaşıram. yaşlıdır, düz gəlməz. İzzət Bağırovla da, Nadirlə daha çox Mən əlaqəm də var da, Nadir kim bəylə çatar da. daha çox Yəni əlaqəm gedərsən, olub deyə. razılaşarsan. Bəli, razılaşdım. Maşallah görürsünüz, cavablarımız doğrudur. Tanıyırıq bir-birimizi. Uzaqdan da olsa tanıyırıq. Çinarə, Namiq ailəsi ilə restorana gedib və orada bir məşhurlardan hansısa Namiqə rastlaşıb desə ki, xaricdən gələn qonaqlarla amma üstümdə pulum yoxdur. Təcili bizim hesabı bağlaya bilərsən? Namiq də dərhal onların yerinə hesabı bağlayar. Onlardan kim ola bilər? Roza Zərgərli, Elza Seyidcahan, yoxsa Xatirə İslam? Birinci bağlayar yoxsa yox o sualın cavabını tapar. Bəlkə heç Yəni də- bağlamaz. Yəni belə bir şey Amma olub ya da. variant güya olsa, da. hə, olsa. Xatirə O da İslam. anladıblar ona görə. Xatirə Aha, o İslam. qədər anladıblar. Üzr istəyirəm. Yəqin ki, Xatirə İslam toyda çox qarşılaşarsınız Hə. deyə dedimi? Niyə də? Yenə deyirdisə o da niyə də? Yaxşı bəhanə olmadı. Hə? Toyda çox qarşılaşarsınız deyə hesabı verərsən. Bilmirəm axı ya. Kimin hesabını verərsən, Namiq? Hər halda orada hansı ki? Elza Seyidcahanı qeyd eləyək. Elza Seyidcahanı. Çünki o toylara çox getmir. Aha. Xatirə xanım maşallah gedir də. Yəni Xatirə xanım öz Özü hesabını bağlaya özü bilər, bağlaya hə. bilər. Özə xanıma Aha. bir bəstəkar kimi, sənətkar kimi dəstək lazımdır. Bəs Roza? Mən belə düşünürəm. Onu da mən Bir də Roza Bakıda imkanı tapılır ki, yaxşıdır. Bakıda da restoranda görüm onu. Roza ilə aranızda biraz soyuq küləklər əsmişdi. Roza söylədi bizə ki, qonağımız olduğu zaman ki, mən Namiqlə barışmışam. Amma dərin söhbət deyildi, indi siz də Dedi düz öz verilişmə dəvət etmişdi. Hə, nəsə belə bir şey Nizami olmuşdu. Rəmziyə Hə, hə. həsr olunmuşdu. Sən də demişdin ki, Roza deyib, biz deməmişik, verilişimizdə söyləyib ki, Namiq Qaraçıqırıl deyib ki, məndən başqa meyxanaçı orada olmasın. Məni tək dəvət edirsə Mən ona o sən vaxt gəl. açıqlama vermişəm. Əksinə mənə təklif olunub ki, bütün meyxanaçıları çıxartmağa hazırıq. Sən gəl. Mən demişəm ki, vaxtım yoxdur. Sadəcə onu biraz tərsini danışmışlar. İmproviza. Namiq, deyək ki,
İndi adlarını çəkəcəyimiz meyxanaçılardan Çinarə meyxana janrında oxuyacaq da. Çinarə təbii ki, kiminlə oxumağı məsləhət görərsən? Balali, Akşin Fatih, yoxsa Ələkbər Yasamallı? Mən Çinarə mənə Çinarə bax. xanımın təşkil baxırım hələ. Çinarə. Məni ora göndərmə. Mən geri orada oturum və Çinarə mənə baxsın. Yox, mənim də marağım. Hər halda mən Ələkbərlə məsləhət görürəm. Sizdən elə məsləhət. Ona görə baxdım. Məncə Ələkbər. Kömək eləyin. Aha, Ələkbər. Bəli. Olsun Ələkbər. Onlar Ələkbər çünki çox Yasamallı. duet oxuyublar. Aha. Yəni yaxşı təkrarçılıq olar da, amma Ələkbərdə mən duet görməmişəm. Ay İlk Namiq, olar. sənə bir söz dedim. Biz bu haqda sujet hazırlamışdıq. Ağa Mirzə müəllim də söyləmişdi, öz fikrini bildirmişdi bu haqda. Deməli, Elza Seyidcahan bizim burada qonağımız olduğu zaman meyxanaçılardan ona sual verdi. Köndü dedi ki, keyxanaçılar adlandırdı meyxanaçıları. Amma təbii ki, yəni haqqını da yeməyim, dedi bəziləri bu sözü də söyləyim. Mən məsəl üçün söylədim ki, niyə deyirsiniz keyxanaçılar? Nə məqsədlə, nə məna ilə söyləyirsiniz? Yəni Elza xanım o qədər istəmişdi ki, təbii ki, mənim sualıma cavab vermədi. Bəli, çox istəmişdi. Əvvəla mən Elza xanıma təşəkkürümü bildirirəm. Orada mənim adımı qeyd eləyib. Bəli. Bəli. Ayrıca qeyd eləmişdi ki, Düzdür. ona aid deyil. Bəziləri demişdi. Bəli. Bəziləri məsələsində mən razıyam. Bəzən bizim sənətkarlarımız ümumi danışırlar, ümumi meyxanaçıları baltalayırlar və o bəziləri, kimlərisə qeyd eləmirlər. Bu yanlış bir şeydir. Çünki ümumi deyiləndə orada elə mənim də adım gedir. Yəni bizim hörmətli sənətkarlarımız danışanda mütləq yaxşıları var da içində. Bəli. Onların adını çəksin ki, ən azı bu birilər ən azı Hər kəsi şamil paxıllıqdan, etməsinlər. paxıllıqdan özlərini düzəltsinlər ki, filan kəsi tərifləyirlər, filan kəsi tərifləyirlər. Biz də özümüzü düzəldək, bizim üçün də sənətkarlarımız xoş söz desinlər. Meyxanada da var ki, bəziləri, hansılar ki, meyxanaya xələl gətirirlər. O xələl gətirirlər nəyə görə? Meyxananı niyə görə o vəziyyətdə göstərirlər? Niyə görə o vəziyyətdə insanlara ki, Elza xanım deyir keyxanaçılar? Söhbət əgər indiki meyxanadan gedirsə, biz biraz aydınlaşdıraq. Aha. Yəni bugün meyxana deyən dostlarımız çox yaxşı meyxana deyirlər və aralarında doğrudan da istedadlı, tərbiyəli uşaqlar çoxdur. Meyxanaçılar artıq pis vərdişlərdən istifadə eləmirlər, sağlam həyat tərzi sürürlər, yeni nəsildən söhbət gedir. Yəqin ki, siz nəzərdə tutursunuz ki, o biraz mahnı tipli nəsə oxumaq istəyən meyxanaçılar, o da mənə elə gəlir ki, onlar elə fikirləşirlər ki, məsələn, onlar oradan çörək qazanırlar, pul qazanırlar. Çörək yox, pul deyək, çünki çörək az olur, pul çoxdur. Elə bilirlər ki, xətti dəyişsələr çörəksiz qalacaqlar. Amma mən düşünürəm ki, zövqlərini puxtələşdirsələr, peşəkarlarla işləsələr, 10 manat yox, 5 manat qazanarlar, amma layiqincə qazanarlar, belə deyək, baş aşağı olmazlar. Bəzilərinin problemi odur ki, hər şeyləri var, amma o biabırçılıqdan əl çəkmirlər. Yəni onu yenə də elə bir ki, həyat tərzinə çeviriblər. Onlar qınanılmalıdır. Amma o yeni çıxanlar bu hayda deyirlər, sənət göstərsinlər, neynəsinlər. Krediti var, borcu var, kirayədə yaşayır, atası xəstədir, nə bilim, bacısı institut oxuyur, pulunu verə bilmir. Onun öz problemləri var. 1 ilə, 2 ilə, amma elələri var ki, mən tanıyıram ki, onlar artıq normal pul qazanırlar və bu biabırçılığı qəbul eləyirlər. Yəni bunu necə qəbul? Özdə elələri də var ki, sənəti də var, səsi də var. İndi söhbət meyxanaçılardan tək getmir, digərlərinə. Sən bunu necə qəbul edirsən? Eləcə də meyxanaçılara mənim tövsiyəm odur ki, 1 il, 2 il qardaş qazandın, yaxşıdır hər şey. Biraz başda keyfiyyət. Eyb yoxdur. O milyon baxış olmaya bilər, baxış azala bilər, nə bilim fanat azala bilər, amma sənin bir tarixdə bu yaradıcılıqda qoyacağın iz var da. Niyə görə hamı sənə ömür boyu lağ eləsin? Nəfs elə bir şeydir ki, onu islah eləməyə hər adam bacarmır. Düzdür. Qayıdaq suallarımıza. Qayıtdıq. Çinarə, bu məşhurlardan hansı Namiqin evində klip çəkmək istəsə, icazə verməz Namiq. Orxan Lekbatanlı, Namiq məna, bax mənə. Vüqar Əbdülov istəyirlər. Namiq məna ilə Orxan Lekbatanlının arasında qalmışam. Amma bilmirəm niyə. Namiq mənaya. Kömək eləməyəcəm. Eləmə. Çabalıyım. Yəqin ki, Namiq məna, nə bilim. Elə-belə dedim ha, çünki bir nəfər deməliyəm deyə. Ay sağ ol. Dedim. Elə-belə dedim. Ataşım da ona görə falan. Tapır da əsaslar. Orada görüşürlər falan. Kimə icazə vermərsən? Mən ümumiyyətlə xarakterci elə adamam ki, mən özüm öz evimdə özümü çəkmirəm, paylaşmıram. Yəni ev mənim üçün çox qapalı yerdir. Ona görə mən heç kimə icazə vermərəm evimdə klip çəksin. Heç kimə. Heç kimə. Üzürlü sayın.
Qapımı bağlayıram, zəngi də basmayın, xahiş edirəm. Ay sağ ol. Evdə heç kəs yoxdur. Evdə heç kim yoxdur. Namiq, bu məşhurlardan hansı Çinarəyə desək ki, Türkiyədə restoran açıram və istəyirəm ki, müğənnim daim sən olasan. Gəl bura. Dinən tapım çıxardım, hə, de. Sən də bunu eşidirsən, deyirsən ki, nə badə getmə. Tamam. Niyəm Salami desə, Rüfət Axundov desə, yoxsa Samir Piriyev? Samir Piriyev çox restoran işində təcrübəsi yoxdur deyə mən deyərəm ki, ora getmək. O birisilər amma Niyəm Salami, Rüfət Axundov. onlar uzun müddət restoran işlədiblər, təcrübələri var, batırmazlar. Amma Samirin əsas işi sənət, sənətkarlıqdır. Böyüyün sözünə qulaq as. Ağsaqqalıqlığa sən olmadı. Biz necə düz eləmişik sizi. Görsən. Bir-birlər sözləri necə baxırlar. Maşallah olsun. Ay Çinarə. Bu tanınmışlardan kim Namiqin qızını klipinə çəkmək istəsə, Namiq... Hə. Yox, Tanıyıram, mən necə tanıyıram. Verər, icazə verər. Düzdür, Namiqdən yox. Heç biri. Sığortaladı özdə heç biri. Yox, burada bir variant deməlidir. Könül Kərimova, Sevil Sevinç bacıları, yoxsa Əminə Şirin. Mən böyükdür deyə yəqin ki, Könül Kərimovaya. Razılaşdığın Könül xanımla. Mən üçünə də hörmətim var. Üçünə yox, dördünə də orada 4 nəfərdir. Əkizlər. Onları bir sayırıq. Dördünə də hörmətim var. Özüm nə desələr baş üstə deyərəm özümə. Amma o qızımı heç hələ özüm çəkməmişəm heç nəyə. Öz klipə də çəkmərsən. Mən onu öz ixtiyarına buraxmışam da. Özü açan deyəcək ki, bu olar, bu olar. Neçə yaşı var? 10. Allah saxlasın. Allah sizinkiləsin. Ümumiyyətlə oxumağa, sənətə meyli var? Var? Rəqs eləyir, nə bilim, rəqsə meyli var. İndi uşaqdır da, hamı kimi, bütün uşaqlar kimi. Hərdən görürsən, deyir, YouTube-a filan, nəsə bir dənə kanal açmayım üçün filan, hərdən deyir, yox istəmirəm. Biraz belə, ora bura. Hələ ki qalıb belə. Hələ ki qalıb. Dediyim kimi, mən elə körpəlikdən düşünmüşəm ki, o özü qərar versin. Mən hətta onu efirə filan çıxartmıram. Mənim Yaşıl Teatrda konsertimdə özü çıxdı səhnəyə. Ona görə təqdim elədim, yoxsa heç üzünü də göstərmirdim. Çox sağ ol. Yəni, mən onu ixtiyarına buraxmışam. Yəni, ifaçı olsa, yəni istəsə ki, oxusun, müğənni olsun, sən etirazını bildirməlisən. Əlbəttə, yox. Bildirməlisən. Bizi Azərbaycan müğənnilərindən kimi sevər? Kimi dinləyir? Demədə heç kimi. Hələ ki, heç kimi. Sənə də dinləmir. Mən uşaq vaxtı dinləyirdim, sonra dinləmədim. Zövqündə deyil Biraz sənə. uşaq olanda o ürəyimin oğrusudur mahnım var. Onu oxuyurdu məndən bir yerdə filan. Amma görünür, rəfiqələri, yəqin əhatəsi də. Yəni ona imkan verir ki, onları dinləsin. Bəli, digərlərini dinləsin. dinləsin. Yaxşı. Ay Namiq, deyək ki, Çinarəyə elçi gəlirlər. Kimi məsləhət görərdin ki, qız tərəfdən mütləq iştirak etsin ki, elçilik uğurlu alınsın? Qız tərəfdən, Aha, Aşıq Telli Borçalı, Xatun, Nazilə Səfərli. Aşıq telli olsun. Aşıq Telli. Xəngəl zıdda bişirər də. Xəngəl bişirər. Razısan? Razıyam. Verdiysən Amma ki, sarımsaqsız. Allah xoşbaxt eləsin. Xatun da gözəl bacarır. Hə, onlar xınayaqda saxlayır. Xınayaqda gələcək, toya Xatun xanım gələcək. Xatun demişkən, Xatun səndən niyə küsüb? Küsüb? Hə. Ümumiyyətlə xəbərin var? Elə bir güclü xəbərim yoxdur. Hə. Amma ola bilər. Ola bilər. Nəyə görə küsüb ki? Siz deyirsiniz, siz deyin. Deyir, toya çağırmışdım, gəlmədi, ona görə küsüb səndən. Düz deyir. Bacısı qızın toyuna səni dəvət eləmişdi, sən də getməmişsən. Bilmirəm kimisə toy. Amma bir dəfə onun prodüserinin toyu olmuşdu, mənə dəvət eləmişdilər, getmişdim. Bir dəfə gəlib, ay Xatun, bir dəfə gəlib. Yox, insandır da. Üzdə olan sənətçinin ad gününə, toya, harasa gəlməməsini normal qarşılamaq lazımdır. İşi var, gücü var. Doğrudan çatdırma olmur. Əlbəttə xüsusda bu ad günləri. Bilirəm. Mən özüm belə çatdıra bilmirəm, amma birinə gedəndə beşinə gedə bilmirsən. Toydan yenə də bilirsən ki, ömrüdə bir dəfə olur da. Boşluq olsa, nə gözəldir ki, kimisə sevindirmək. Yəni pul, para onsuz da belə pis çıxmasın. Onun çoxunu da qazanmışıq, azını da qazanmışıq. İnsanı dəyişdirmir o. Şəxsən məni dəyişdirmir. Dost qədri bilərsən. O gəldi gedər bir şeydir. Sadəcə vaxt olmayanda, zaman olmayanda olur verilişlər. Bizdən asılı olmayanda, bəli. Mən bayaq özünüz dediniz, Azərbaycanda çox olmuram. Bir də görsən Moskva filan. Hamısı bəhanə kimi qəbul edir, ola bilər bunu. Amma gedə bilmirik də, neyniyəm, belədir. Mən sizə bir şey deyim, mənim qızımın 10 yaşı olanda, da yubiley idi də, bir il öncə biz belə qərara gəldik ki, bunu belə böyük eləyək, bir toy kimi, böyük bir məclis eləyək.
Gəldim məqam çatanda Allaha and olsun mən utandım dedim mən kimə zəng eləyim deyim ki ad günü. Çünki insanların da oradan işi gücü o qədərdir ki elə bir dövrdəyik ki biz ancaq hərəkət eləyirik. Yəni, hərə bir yanda mən öz toyuma utanırdım cəmaatı çağırmağa ki əziyyət verəcəm. Yəni mən özüm xaraktercə beləyəm deyə kimsə də məni belə adı məsələn ad gününə falan çağırır mən gedə bilməyəndə hətta o inciyəndə o mənə çatmır. O məni qıcıqlandırır. Gəlir o incimək. Ki yəni axı mən özüm eləmirəm də dediyim kimi uşağın da arzusu idi deyir böyük bir məclis eləyək. Dedim sən Allah lazımdır. 3 nəfər 5 nəfər yığıldıq bağda elə belə gətirdik şou-mu göstərdilər, işıq nə bilim nələr. Çəkiliş də elədik özümüz üçün ailə içində. Yəni ailə daxili. Amma heç kimə xəbər eləmədim. Utandım mən kimi çağırım mənim uşağım oldu. Çünki özüm ömür boyu demişəm ki, ad günü. Sən ümumiyyətlə elə insansan ki, qapalı yaşamağı sevirsən. Ona qalsa mən də sakit deyiləm. Sadəcə olaraq qəribə bir qapalılıq vardı. Yəni özümdən asılı deyil. şəxsidir deyərək, yəni bu tərəfdən çox qapalı, yəni şəxsidir deyərək. Nəysə, bir-birinizi azdan çoxdan tanıyırsınız. Biraz yaxşı oldu amma. Biraz tanıyırsınız. Yəni Amma heç gözləməzdim falan bunlar yoxdur da. yox, təbii, ay Namiq. Yəni bu əvvəlcə ön sözdür. Verilişimizin ön sözüdür. Hələ yenə var məsələn. Gəlib çıxdıq əsas məsələyə. Sizə düz 11 mahnı səsləndirəcəyik. Görək, onları tanıyacaqsınız ya yox. Keçən verilişimizdə Nasbəri xanım dostu Leyva Samir Cəfərov bizim qonağımız idi. Çinarənin səsini ilk notdan tanıdılar. Yəni deyirlər ki, öz səsini dəyişmir. Elə müğənnilər var ki, ifa edəndə səsləri ilə biraz oynayırlar, dəyişirlər. Onları tanımadılar, xalq artistləri idilər. Amma bəziləri var ki, stabil, necə oxuyurlar ilk gündən etibarən, elə də oxuyurlar, onları tanıdılar. İndi bilmirik, siz həmən sözləri söyləyəcəksiniz ya yox. Çinarə, istəyirsən sən gəl burada əylər, sən də biraz belə baxmaq, köçürtmək, nəsə var, onu gəl sən mənim yerimə. Gəl mənim yerimə. Sol yana sağı tərpədə bilirəm. Onu da gəl mənim yerimə. Gəl, mən öz yerimə həvalə eləyəm. Namiq, gəl, gör sənə, yuxarı başda. Bəli, pöncəyin də rəngi yaraşır. İlk ifa. Stop. Tanıdı. İmkan və Çinarə də tanısın da. Yazdım, sonra. Deyən görüm, hələ düz yazmışsan. Bir dənə bunu dinlən, yaxısı. Aferin. Bildi də, bildi. Çocuk olma. Ay. Keş, yerbe keşi. Mən bilmirəm, burada müəllimə kimdir. Baxın, görürsünüz, kürsü insanı nə dərəcədə dəyişdirir. Dəyişilir. Sonra arada gəl burada otur. Bir də qulaq asmaq. Əlbəttə olar. Bildi. Bəli, Abbas Bağırov. Növbəti mahnı gəlsin. Stop. Namiq nə gözəl oyuna gəlib. Afərin, Natavan Həbibim. Bəli, gülə. Afərin, Namiq. Mülkümüz də var. Qulaq yaxşıdır. Yo. Çinarə də var tapır. Amma yenə də yəni yaxşıdır. Növbəti. Stop. Görüm düz tapmışam. Görüm yaz. O cavan oğlanın adı nədir? Elvindir. Bəli, Elvin Babazadə. Düzdür. Çinarə dərhal bildi. Afərin. Növbəti. Yo, yaxşı tapırlar. Afərin. Olmadı ki. İlk dəfədir. Stop. Sənin də dostun duetin var ha, Namiq. Mənim dostlarım da var. Nəslimi xəyam, tapdım. Mən sən bir söz deyim, Çinarə, Namiq, ilk dəfə deyə ala belə. Bu tempdə bu qədər tez və dərhal. Olmadı. Növbəti. Stop. Hissləri yaxşıdır. Bəli, hiss. Mən biraz burada qanun qaraları niyə tapırsınız ha? Mən bir dənəsini tapmayaq. Ya, tapın, mən xoşuma gəlir. Növbəti mahnı. Stop. Ha? Yo, bir dəqiqə. Kimdir? Çabala. Yox, Kazımcan deyil. Mən düz tapmışam. Bir də, sən afərin. Bəli.
Bəli, Kazımcanı niyə yazdın ki? Oxşamışdı. Yox, çox qulaq belə Mən baxıram. belə Aha, məzəli oxuyur. Növbəti. Mən yenə də sən səslədin. Bu kədəri daha nə qədər Stop, stop. Stop, stop. Yəni mən tapdım stopda, yəni hara verir? Düzdür. Afərin, İradə İbrahimova. Bəli, bəli, bəli. Növbəti mahnı. Stop, stop, stop. Tapmayın baxı, hara stop? Özür istəyirəm. Eybləm stop deyə bilərəm. Sən yaz. Ver gəlsin. Elə tapdı. Yox, verməyin. Bəli, Vüqar Əbdulov. Bəli. Buyurun, səsləndirin. Stop. Yox, səs. Bizim bugünkü qonaqlarımız afərin. İnanın ilk dəfədir, inanın Allaha ki, ilk dəfədir ki, ardıcılıq bu qədər, həm tez, sürəti də bu qədər, yəni tez, həm də ki, ilk notlardan afərin. Bəli, Hatun. 10-cu mahnı. Tapdım, stop. İpucu verim. Yox, vermə. tanış gəlirik. Hə. Əbdülxalid oxşatdım. Yox, sonra. Onu demirsən. Kim idi ipucu verir? Yox, olmaz. Bəs niyə mən Namiqi oturmuşam burada? Səsində bir... Çox tanış gəlir mənə. Çox tanış Batırmışam. Bax, kömək eləməyin. Səsləndirin. Samir Piriyev. Samir? Familyanı Hə, Samir Piriyev. Hə, hamı orada. Öz məşqimizi yığışdırın. Gimnastikası. Onları başa düşmürəm, sözün düzü nədir? Sinirlərim. Növbəti mahnı. Sonuncu, baxın, sonuncunu görə tanıyacaqsınız. Stop. İnanın ki, hamısını bir-bir tapdılar. Ay, nə yaxşı tapdım. Sələk yoldaşlarınızı çox gözəl 11-ini də izləyir. tapdınız. 11-ini də tapdınız. Yəni bizim hələ günü bugünə qədər bax belə bir nəticəmiz olmuyor. Doğrudan. Afərin. Həm vaxt etibarilə. Yox, ekizlər gəlmişdilər bura, belə danışdılar. Yəni siz biraz bundan sonra artıq fikir verin də. Kimi dəvət edirsiniz? Olmadı ki. 11 dənənin tapanı heç vaxt olmamışdır. Yox. İlk dəfədir ki, ardıcılıq bu qədər. Sakit. Otur. Bitsin sonra. Deməli, əsas məsələ elə buradadır. Onlar arasında playlistinizə kimləri daxil edə bilərsiniz. Kimləri isə etmərsiniz ümumiyyətlə. Çünki siz o musiqi janrını dinləmirsiniz, o mahnını dinləmirsiniz. Yenə deyirəm, söhbət şəxsiyyətdən getmir. Yəni, musiqi janrından gedir. Bir nəfəri yoxsa? Ürəyin nə qədər? Biz bir nəfər deyirik, istəyirsən 2, istəyirsən 3. Yəni, mən ancaq... Lap ürəyin açılmasın, bir nəfər bəs eləyib. Qışlar Yastı getdi doldu. Mən ona görə orada. az işarə elədim. Əslində hər birini dinləmişəm. Dinləmişəm ki, tanıyıram. Aha. Sadəcə olaraq playlistinə kimləri onlardan daxil edərsən? Natavan Həbibi, Elvin Babazadə, His, İradə İbrahimova. Abbas yox. Xəyyam Nəsimi dueti yox, İzzət Bağırov yox, Vüqar Əbdulov yox, Hatun yox, Samir Piriyev yox, Aynur Dadaşova. Yəni dinləmişəm, hər birini dinləmişəm. Aynur Dadaşovan da. Playlistinə daxil etmir, yəni musiqi zövqünə görə təbii ki. Namiq quş çəkir, sonra sizindən bir rəxət. Mən əslində Abbası da istirdim də əlavə eləyim. Sonra fikirləşdim, Abbas gərək onda bunlar da. Mən də ona görə qaldım Abbasda. Ona görə 6-8-dən bir dənə seçdim, Samir Piriyev. Aha. Qalan İradə İbrahimova, His, Natavan Həbibi bunları seçdim. Demək olar
aşağı yuxarı musiqi zövqünüz eynidir. Hə, yəni dinləmək üçün mahnılar, məsələn, Yəni Elvində fərqlidir də. Mən Elvini mən seçdim. ümumiyyətlə mahnı dinləmirəm. Mən də məsələn, mahnı hə, dinləyən heç- deyiləm. Aha. Etsəm. Etsəm, Natavan Həbibi, His, Yəni İradə maşında, yolda İbrahimova, qulaq asmaq Samir üçün bunlar Piriyev. yaxşıdır. Məsələn, heç özümə də qulaq asmaram yolda. Aha. Amma bəzi yerlər var ki, orada özümə də qulaq asaram, buradakı dostlara da. Amma mən bilmirəm niyə elə bildim ki, vüqarım %100, çünki indi janr etibarilə bir yəni Daha özüm o qədər elə oxuyuram, bezmişəm. Bir dənə Janrdan Ələsnə getmir qulaq də asıram. söhbət. O dediyi kimi yolda Qarışmıram. gedəndə. Bəli, qarışma, Əyləşə- qarışın, keç otur yerində, Əl- çox şey qarışırsan sən. Ay, gördün? Baba bu kürsünün ağırlığı bu Sən qədərdir yoxlayırdın ya. ki, sözə qulaq asan, sən yoxsa yox. Gəl. Namik çox sağ ol. Bitirdi? Siz bilirsiniz də. Deməli, bunlar bizim arxivimizdə. İlk verilişdən etibarən normal yazardım da, hamısı, arxivə bax gedirsən. yazıram burada Namik. Bəli, Qaraçuxurlu. İndi şərt kəsirəm. Bəli. O danışığını bilməyən birini otuzdırarsınız burada, onu qoyarsınız qabağına, başlayar bizə şeylə pis sözlər deyir. Nəyi? Deyin indi orada kimisə əlavə eləməmişik. Bunlara müdaxilə Birdən pis etməyə. söz deyərlər. Məndən başqa, yəni ancaq necə müdaxilə o da demişəm, yazmısınız, heç kəsin ixtiyarı yoxdur. Tamam. Bunu söylədimsə, vəssalam Namik. Kimisə çağıracağı biraz əsəbi olanı, biraz çox. O dinləməməkdən getmir. Danışdıracaq. Yox, Necə mən damarından? yox, mən söylədim janr etibarilə, yəni bu mənim Yox, zövqümə hamısını uyğun dinləyirəm olmayan əslində. musiqidir. Çinari, mən sənə bir söz Heç deyim. zövq məsələsi də yox, getmir. zövq Yo, yox, zövq bir dəqiqə deyən məsələsi. Playlistimə daxil etmərəm də. O biriləri edərəm, amma məsələn deyirəm. Hər də, birini edərəm Məsələn əslində. deyirəm, bir ad günümüz olar, əlbəttə ki, bir məclisimiz olar. Məsələn, məmnuniyyətlə Abbasın Elə Abbası Abbasın, çağırarıq, Samir Xəyamı, Piriyevi. hamısını. Hamısını. Amma o maşındakı qulaq asmaq, Bəs belə mən də onu romantika filan, belə Sığortalıylar məsələlərdə. özləri. İnanmır. Yo, yo, Sığortalısın, yo, yo. düzün deyirsən. Yox, Mən narahat səhv- olmayın. Biz Mən burada yalan deyirəm. Xanım yalan deməz. bu sizin, yəni dinləyə biləcəyiniz, playlistinizə sala biləcək, daxil edə biləcəyiniz mahnılardır. Vəssalam. Düz danışmırsın. Aha. Aha. Bax, Elə burada olur ki, Namik mən Cıqalı onları da verir. dinləmişəm axı. Qalmaqal başladı. İndirəm başlayır. Yox, elə şey yoxdur. Elə, yaxşı, sən necə düşündün? Sən necə məni anladın? Mən elə anladım ki, izah elədim Aha. ki, məsələn, maşında playlistimdə olsun, qulaq asasan. Ha, bəs mən də onu dedim. Amma mən məsələn sevə-sevə digər sənətçiləri dinləyə bilərəm axı. Yaxşı elə demədim. Onlar arasında playlistini sala biləcək. Bu səninkidir də, sənin xəttindir. Məsələn, düzdür? Xəyyamla Nəsimin mahnısı vardı, dostum. Onu Onların mən çox qulaq xoşlayıram. asırıq da. Baxmayaraq Bən ki, niyə yazmadın ki yazmamışam. onu? Hə, mən də Yox da indi yazmamışam. dediyim kimi Amma də daimi xoşum qulaq gəlir. asmaq Daimi filan, də yox, belə maşında filan. Namik, Onu mən də qalxma. çox Ya, sevirəm. bizim Qapanırıq, qalmaqalla yoxa nə çıxırıq. işimiz Mən var? məsləhət alaram da onda nə etmək lazım. Yaxşı. Eşitdin Namik, məsləhət Hansısa verərsən. sözünə qulaq asıram. Onda sən dur bir bizə gözəl bir ifanı göstər. Məsləhətin Bizə odur ki, göz, dur oxu. məsləhəti odur ki, dur oxu. Dur oxu. Nə qədər qalmaqal iyi gəlmir buradan sən dur oxu. İndi görək siz dostlarınızı, ətrafınızdakı dostlarınızı necə tanıyırsınız? Bax, burada bir-bir adlarınız yazılıb, oxuyacaqsınız. Ona cavab verəcəksiniz buradan və sonra o şəxsin kim olduğunu sizə burada göstərəcək və o sualı səsli olaraq, görüntülü olaraq sizə burada tamam, verəcək. başa Yaxşı? düşdüm. Bir-bir, zəhmət olmasa. Götür, Çinarə. Çınarı Avroviziyaya nə zaman gedirsən? Aha, Elə bir fikrim yoxdur Avroviziyaya. ümumiyyətlə. Ümumiyyətlə deyəndə ki, yəni Könlündən yoxdur da, keçmir könlümdən Avroviziya. keçmir, bəli. Çünki əvvəlki kimi izləmirəm Avroviziyanı. Əvvəl daha çox baxırdım. Aha, ümumiyyətlə, nə həyəcanla. zamansa istəmirsən. Əvvəl çox xoşduyurdum. Aha. Baxırdım maraqla. Son zamanlarda baxmıram Niyə? artıq. Son Fikrin neçə nə ildir. dəyişdi? Bilmirəm, çox son zamanlarda nə musiqiyə çox qulaq asaram, nə baxaram, bilmirəm niyə. Niyə? Bilmirəm. O, yəni səbəbi yoxdur, sadəcə olaraq ya vaxtım olmur, ya həvəsim qalmayır çox da. Səncə bu sualı sənə kim verə bilər? Ayaz Babayev, Babayev? Bilmirəm. Yox. Mərdan Kazımov, Yox. Cəmil Məmmədli. Yox. Heç biri yoxdur orada. Mənim yaxın dostum yoxdur axı çox. Ağlıma gəlmir. Gəl baxaq. Çinarə, Evroviziyada nə zaman gedirsən? Aa, Ay sən, Elvin. gördün, Elvin, sən bilmədin. Növbəti sən sualı oxuyana qədər Namik səsləndirsin. Oxud Namik. Cavanlıq səhvini Könül Kərimova ilə oxudunuz, bəs qocalıq səhvini kiminlə oxumaq istəyirsiniz? Aha, aha. Bu qocalıq da öyle Qəşəng imkan verir. sualdır, qəşəng sualdır. Amma kimlə oxuyaram bilmirəm. İndi o vaxtda kim qalacaq bilmirəm axı. O vaxtda kim qalacaq Siz bilmirəm. saxlayın ha, mən gəl baxacağam. Kimlər var da orada? Mən də. Kim Səndən salamat qalsa arxivdədir. birini oradan seçərik də. Hə, 11 İnşallah. nəfərdən. Bəli, bəli. Mən sənə bir söz deyim. Elə 11 nəfərdən biri də o sualı verən sənə.
Bəli, 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 bəli. Orada Samir var idi, Xəyyam var idi, Nəsim var idi, Abbas var idi. No, Abbası deyərik. Abbası deyir. Biraz zarafatlarına Deyim oxşuyur. xanımdır. Mən birdən ki, hansısa söz deyib dala çəkilməyini görmüşəm. İradə İbrahimova. Tamam, İradə biraz zarafat. Eləməz. Onu deyəndə nə olub? Qocalıq səhvi həm Bəs sən nə dedin? Mən sözümü deyib dala götürənlərdənəm. yox, cavanlıq Məcbur səhvini götürəndə də xanım dedi. İradə xanımla oxumalıydı axı deyəsən. Ola bilər ki, o sualı versin ki, bəlkə qocalıq bir yerdə. Olsun İradə xanım. Hə, düzdür. İradə xan belə zarafat eləməz. 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 Çaşdırırsan, mən buna İradə xan belə zarafat eləyər. İradə xanımın zarafatını görürsünüz. Olsun xatun, yaxşı. Olsun xatun. Olsun xatun. Xatun belə zarafat eləyər. Eləyər ha. Eləyər. Baxaq. Cavanlıq səhvinizi Könül xanım Kərimova ilə oxumuşdunuz. Bəs yaşlılıq, qocalıq səhvinizi kimlə oxumaq istəyirsiniz? Elədə amma. Zarafat deyəndə ki, normal sual Elədə verir. Sən mənə çaşdırırsan. Mən neyim, mən deyişim çaşdım. Öz-özümə də deyirəm ki, görürsən, köhnə münasibət özün göstərir, kömək eləyir mənə. Görürsən. Mən axı Çınarı sənə çox ipucu istəyirəm, verdim. Dedim sizə 11 qulaq nəfərin asmadım. içindən. Hə, tamam. Mən axı verdim sənə ipucu. Eybi Ay yox, Nami. uduzluq bu dəfə. Buyur. Mənim biletimi nə vaxt göndərəcəksən? Bilmirəm bunlar kimdir. Ona görə oxuyub atmışam bura. Kimə söz vermisən ki, mən sən Söz bilet verməmişəm əslində heç kimə. Heç kimə. Yox, hiss ola bilər. Münasibətin yaxşıdır. Bilet söz vermisən ona? Yox, söz verməmişəm. Kimə söz vermisən? Heç kimə söz Heç verməmişəm. kimə. axı. Yadıma gəlmir yəni. Bəlkə də mənim yaddaşım yaxşı deyil. Bəlkə də demişəm yadıma. Sığortaladı özünü, yaddaşın yaxşıdır. Gəl baxaq ən görüm yaxşı nə variant. biletdir o. Mənim biletimi nə vaxt göndərəcəksən? Xatun xanım gəldi Demişdim. ağlıma. Yox. Nə biletdən gedir söhbət? Sadəcə Xatun xanım gəldi ağlıma. Hə, Yox, yox, söz gəldi. vermisən. Sən nə bilet Yox, söz verməmişəm. Çaşdırmısan uşağı. Mən özü sual verdim. Yox, Yox, söz söz verməmişəm. Ümumiyyətlə söhbət nə biletdən gedir? Konsert bileti olardı Konsert yəqin. bileti. Hə. Nə vaxt verəcəksən? Cavab ver də. Verərəm. Soruşur səndən. Verir. Görün mənim özümə versinlər bileti verəcəm mən də sizə sevə-sevə Yəni təbii gözləmə. ki. Sən bileti gözləmə. Get, al və salam. Yox, niyə ki? Ayza gözləmə. Buyur Namiq. Özümün xəbərim Mənim yoxdur ona dərdim görə. böyüdü. O biletlə işqdən bu. Bizim qonaqlığımız nə oldu? Aha. Kimə qonaqlıq söz vermişdim? Qadın həmkarın. Qadın. Kimə qonaqlıq söz vermisən? İkizlər deyil. Bir nəfərdir, iki nəfər deyil. Ha, bir. O qədər də sən xərcə Mən salma. saç ustama qonaqlıq söz vermişəm, o bura gəlib çıxmağa. Aha. Kimə qonaqlıq söz vermişəm? Qadın, Siyahıda qadın, var, qadın. siyahıda var. Siyahıda yoxdur ya. Əminə Bax xanım bu dəfə deyil. yox, hə? Əminə xanım deyil. Yox. Kimlərlə deyirəm duet oxumuş? Vüsalə xan, yox. Bir aparıcı Vüsalə xan. Yox, oğlan. bizim Mən Vüsalə Biz bir yox. dəfə ikizlər falan oturanda demişdim, Aha. xəngəl qonaqlığı Hə, yox, gedərik. Vüsalə deyil. Mən elə gəl ki, oradan sən heç vaxt tapa bilmərsən ya onu. Ha, da mən niyyət versin tapım mən. Bəlkə də nə vaxtsa aranızda olub ki, gedərik bir oturarıq, O bir keçərik. dəfə telli borçalı ilə xəngəl məsələsi olur. Yox, yox. Bilmirəm, o telli söz borclu verib, olur. o deyəsən Yox, söz vermişdi. Yox, heç ağlına gəlməyəcək. Tamam, mən Gəlməyəcək, gəlməyəcək. Yaxşı, de, nə zaman? De, cavabını ver. Məhrəmlik gəlir də, yolda, avqustda, haçan. Məhrəmlikdir. Yəni, bu aylarda iş azdır, Gələn ay. tam rahat-rahat yeyib içə bilərsiniz. Bəli, Buyurun. indidən Bir neçə il öncə bir dəfə bir tədbirdə olduq ya, hardasa olduq. Nədənsə söz getdi, yəni və biz də dedik ki, onda siz bizə qonaqlıq verərsiniz. Dedi baş üstə qurbandırsa, yadınıza gəlirsə. Amma mən söhbət nədən gedirdi bilmirəm. Mənim yadımda ancaq qonaqlıq qalıb. Bizim qonaqlığımız nə oldu? Nə vaxt olacaq o? Bildin hansı söhbətdən gedir? Ona görə çətindir də tapmaq. Mənim də heç ağlıma gəlmir. İlhamə xanım arada getdi desən Amerikada yaşadı. Bəli. Hə. Hələ də yadın, gedib orada Görürsən, yaşayıb, o gəlib, yadında qalıb. necə qonaqlıqdırsa, yadında qalıb. Namiq bizə qonaqlıq Onun verməli. yadında Yəni sən bu qonaqlığı mütləq verməlisən. Ondan Məncə sonra o da sən nə unudulur. qədər adama söz vermişəm. İlhamə sən yaxşısan elə. Qurban İlhamə xanıma, amma doğrudan yadımdan çıxıb bilmirəm. Yadından Belə onda elə mən qonaqlığı verərəm. Aha. Orada da təxmini yadıma salar. Bizə deyir orada da. Gör indi o söhbətdə nə Amerikada qədər deyir. adam olub. Yox, Bəlkə- sən orada bəlkə demişsən də- ki, sizə qonaqlıq verəcəm. Bəlkə də Trump da bilir ki, mən qonaqlıq verməliyəm ya. Hamıya deyib. Ha, orada da söz vermişəm. Vermisən, söz vermisən. İlhamə xanım qonaqlıq məndə. Bəs İkinci İlhamə, söz hə. atalar üçdən deyib indi Vəssalam, Üçüncü sən verilişdə bir qonaqlığın dənə söz. hazırdır. Hə. Niyə tərpənmirsən? Niyə ailə həyatı qurmursan? Mənə elə gəlir ki, bu sualı sənə çox adam verir deyə veriblər, çətin hə. taparsan. Yaxşı, bu sualın cavabını ver onda. Görək kim. Yəni elə bir adam çıxmayıb da qarşıma ki, mən ondan ciddi fikirləşim, ailə haqqında düşünüm. Ümumiyyətlə düşünmürsən ailə bilet həyatı. ötürüb Yox. mənə niyə bilet Sənə? Yox, O, ümumiyyətlə, sən mən artıq tərpənmişəm. yox, ümumiyyətlə düşünürəm, niyə düşünmürəm? Sadəcə olaraq elə bir namizəd. Hə, namizəd yoxdur ona görə. Aha. Olsa təbii ki, sevə-sevə. Yəni belə Çox istəyin var ailə da, canlıyam mən. ailə Hə, çox canlısan. ailə canlıyam. Baxaq görək kimdir? Niyə tərpənmirsən? Cəzair. Cəzair.
Bəli, Ayca Zahir söylədi, namizəd yoxdur, Tərpənmirsən, namizəd evet. olsun, tərpənəcək, mütləq söz verib, çünki özü də ailə canlı insandır. Buyur Namiq. Sənin mənə vermək istədiyin ağlında bir mahnı varmı? Dostum, köhnə dostum. Aha, Siyahıda ipucu var mı? vereyim sənə. Yox, siyahıda yox idi. İpi verib bizə də İpucu verim sənə, yaxşı qəbul eləyim də. Boyu boyuna yaxındır. Doğrudan. Fikrində var ki, məsələn, mahnı vereyim, oxusun, belə. Yox. Yox. Yox, əvvəlcədən deyək ki, mahnı vermək. Yəni olsa, Özüm oxuyarım. uyğun olsa verəcəm də, əlbəttə. Nadir Qafarzadə deyil. Yox. Kişi xəlaqda Nəsimi, Bəli. Nəsimi. Mən bu Vüqar Muradov var. Sonra hündürdə. yox. Yox, o deyil. Yox. Nəsimi də deyil. Boyu Nəsimi hündür. də deyil. Boyu da düz çaşdırır. Gör nə qədər adam sizdən nəsə umur. Biri deyir qonaqlıq, biri deyir mahnı. Nə qədər Və borcum görsən var bura ona. gəlməsəydin bütün bunları bilməyəcəydin. Görsən? Bildim nə oldu ki ya? Çox qabağa düşdü. Bizdən demək. Artıq icra etmək. Hamısı ziyanlı işlər deyir. Bilsəydim heç. Mən bilirdim elə bu verilişə niyə gəlmirdim. Bir verilişdə bu qədər məsrəf olar. Vay dədə. Görürsən Namiq. İndi deyə görüm bu mahnını səndən kim istəyir? Əhməd ola bilər Mustafa'ya? Əhməd sən boydadır, ay Namiq. Ha, məncə mən. Yox. Əhməd biraz səndən boyda. Bilmədim. Bilmədin, yaxşı. Sənin mənə vermək istədiyin bir ağlında mahnı varmı? Ağlında mahnı varmı? Yaşara uyğun mahnılar məndə çox ola bilər. Doğrudan. Bəli. Yaşar gözlə. Bax, burada söz verdi. Bir dənə sualı idi, onu başa düşmədim De. əslində mən nə mənada. De hansı? Deyir, siz deyirik, özdə deyəsən. Çinarə Məlikzadə deyir, öz qədrini niyə bilmir, nəsə belə bir şey. Aha. Hə, o başa düşmədim, qədir nəyi nəzərdə tutur. Gedə bir də sənə bilirəm. verən buydu bizim Deyir qonaqlıq. budur. Qonaqlığı ötürəmirəm buna. Nə idi öyle, nə idi öyle? Bizim qonaqlığa nə vaxt versin? Ötür. Ötürə bilmirəm, yox. Sən mən də qonaqpərvər deyiləm. Yəni mən niyə deyirsən? Bir əyni birazdan bax gör harda dökər. Qonaqpərvər deyiləm özdə məndə. Hadi bilinir də, yoxsa. Çinarə sual qoxdu ya sən elə bil. Yox, qorxutmayıb. Hə, o da qalıb. hə. Çinarə Məlikzadə öz qədrini niyə bilmir? Onu başa düşmədim nə mənada deyir. Məncə bilmirəm. Mən böyük danışmıram. Hər dəfə özümü reklam eləmirəm. Belə onu elədim, bunu elədim demirəm deyə. Onlara elə gəlir ki, mən öz qədrimi bilmirəm. Yəni mənim xarakterim budur da, yapım budur. Çinarə Məlikzadə öz qədrini niyə bilmir? Elvin Elxan salamlayıram. Bəli. Həmişə hər zaman belə maraqlı suallar Nəyə görə dediniz mən eşitdim? Yəqin ona görə deyir. Nəyə görə? Özümü çox tərifləmirəm, çox danışmıram. Mənim də ağlıma məsələn o gələr ki, məsələn Çinarənin sənəti bu boydadır. Niyə özün bu boyda aparır da belə? Mən də elə anladım. Çox təvəzzükar aparır. Ümumiyyətlə qədrini bilirsən. Məncə bir mən insan bilirəm. olaraq, bir çinarə olaraq öz qədrini. Məncə bilirəm qədrimi, bəli. Zaten Bu görən sənət görür də. elə bir sənətdir ki, bu məndə varsa, mən bunu göstərməliyəm. Səni verilişlərdə çox az görürük. Necə çox verilişə çıxan insan deyiləm. Yəni deyirəm ki, yeni bir mahnım olsun, yeni bir işlə gedim, təqdim edeyim də. Belə çox qalmaqala da qarışan adam deyiləm. Yox, səni tədbirlərlə də belə ümumi olur dostların, belə həmkarların, müğənnilərin, tanınmış simaların ad günlərində, tədbirlərində də görmürük səni. Çünki çox yaxınlığım yoxdur axı heç kimdən. Ona görə dedim ki, mən tapa bilməyəcəm bunu. Ki mənə kim verib o sualı. Çox az yəni var ətrafımda. Mən əksinə deyərdim ki, yəqin ki öz qədrini bilir ona görə. Qədrini bilir. Sən belə deyərdin. Çünki show biznesin müəyyən qaydaları var. Aha. Təəssüflər olsun ki, bu qaydalar da artıq nümunə olub. Bəzi sənətçilər müəyyən ağırlığını qoruyanda elə bilirlər ki, başqa bir şey baş verir. Elə bir ki, başqa planetdən yəni məsələn, bu bizə tutalım ki, məni kimsə üzümə tərifləyəndə mən utanıram, pis oluram, səhnəyə dəvət edəndə. Amma show biznesin qaydası bu deyil. Qayda budur ki, məni çoxlu təriflə, sən mənə niyə demədin ki, öndə olum, gözdə olum, yəni, eləmişəm, bunları təqdim edəndə bunları niyə demədin? Show biznes qaydaları bunu istəyir, görünür Çinarə xanımın xarakterinə uyğun deyil deyə. Mənə elə çox vaxt deyirlər ki, cəmaət deyir, gedir, yalan şeylər gəlir, danışır da. Sən olanları da deyir, demirsən. Suallar bitdi. Məndə bir dənə var. Məndə də bir dənə var. Hə. Məndə yazılıb geyim tərzini çox bəyənirəm, stilist kimdir? Mən haqsızlıq olmasın dediyim geyim mağazası ilə mənim kontraktım var bir illik. Oradan geyinirəm, onlar seçirlər gündəlik geyimləri. Kostyum olaraq da bilinir. Amma ümumiyyətdə məsləhət aldığım, daha çox inandığım mənim həyat yoldaşımdır. Həyat yoldaşı. Bəli, o seçir. Nə gözəl, zövqü çox gözəldir. Bəli. Çox gözəldir, yəni rəng baxımından belə çalarlar. Ümumiyyətlə zövqü çox gözəldir.
Su verin uşaqlar mənə. Ürəyim partladı. Kim vermişdi bu sualı? Üç yaddan çıxıb. O cür gözəl yoldaşıma bir tərif dedin ki, maşallah olsun. Yəni mən sən tap. Kim deyə bilər? Ümumiyyətlə mənə elə gəlir ki, sənin geyiminlə bağlı bir çoxları sənə tərif yaxşı. Bəli. Bir çox ona görə çaşdım Mən özüm də da. dəfələrlə Maşallah. deyirəm ki, baxaq. Məsələn, mənim ağlıma siz girdiniz. Mən? Afaq deyib, yox burada su. Hə, görürsən. Çünki mən deyirəm ona. Baxaq. Geyim tərzinizi çox bəyənirəm. Marağım odur ki, stilist kimdir? Sənə qızı kəsər. Azad Şaban. Azadın geyimi. Gözəldir, yəni çox sevdiyimiz dostumuz. Hələ o bəyənirsə, mənim üçün çox xoşdur. Söylə. Çinaricim, nə zaman İstanbulda konsert verəcəksən? Mən də gəlim oraya. Bu mən də ağlıma o gəldi. Günel ola bilər. Çinaricim deyibsən. İndi sən suala cavab ver, zəhmət olmasa. Çinaricim. İstanbulda mənim konsertim çox olub. Ümumiyyətcə Türkiyənin bəzi bölgələrində konsertlərim olub. Ya olsa gözləyəcəm kimdirsə, gələrsiz, dəvət edəcəm. Ağlıma Günel gəldi. Günel orada yaşayır. Axı bu deyir, gələcəm ora. Deməli, burada yaşayandır. Çinarəcim. Baxaq. Çinarəcim, nə vaxt İstanbulda konsert verəcəksən inşallah? Mən də gəlim ora. Bizim çox sevirəm Minamız bizim, bəli, şirin qızımızdır. Çox gözəldir həqiqətən və çox istedadlıdır. Bəli. Çox bəyənirəm. Olsun, səni çağıracağım. Mütləq səni çağıracaq. Bizim qonaqlarımız çox rahatdır. Sualları da çox gözəl cavab verdilər. Bildilər, tanıdıqları da oldu, tanımadıqları da oldu. İndi suallarımız əsas odur ki, cavab verdilər. Bizim bu rubrikamızda elə bir istedadımız var ki, heç bir zaman kameralar qarşısında özünü onlara tanıtdıra bilməyib. Hə, sosial şəbəkələrdə ola bilər ki, ifa edib, sənə bu tanışdı, ay Çinarə. Baxdım sənə, birdən yadıma düşdü ki, axı Çinarəmiz də bizim gəlib sosial şəbəkələrdən özünü tanıtdırıb, sevdirib bir çoxlarına. Heç bir zaman televiziyada iştirak eləməyib, onu onlar görməyib. İndi gəlib ki, həm sizin qarşınızda ifasını göstərsin, həm onlara özünü tanıtsın, həm də ki, necə deyərlər, ilk dəfə olaraq Afaqla onlar da iştirak eləsin. Dəvət eləyək ki, onu qulu hümmətli gəlsin. Ay, xoş gəlmiş. Xoş gördük. Necəsiz? Sağ olun, siz necəsiz? Yaxşı olasınız. İlk dəfədir. Bəli, təbii ki. İlk dəfədir ki, televiziyada sizin simanızı onlar görür. Bilirəm, həyəcanlısınız. Əlbəttə ki. İndi sizi soru-sual etmirəm. Heç bir şey də soruşmuram. Sizi səhnəyə doğru dəvət eləyirəm. İfanızı göstərin. Daha sonra söhbətimizi eləyərik. Baş üstə. Buyurun. İstəyirəm ki, olanlar qəlbimdə sir kimi qalsın. Bəzi sözlər vardır ki, hər kəsə açıq demək olmur. Odur ki, sən də soruşma, səbəbini söyləmərəm onsuz da. Söyləsəm artıq heç bunların mənası yox. Gəl bunları biz unudaq bir dəfəlik. Odur ki, sən də soruşma, səbəbini söyləmərəm onsuz da. Söyləsəm artıq heç bunların mənası yox. Olanları gəl unudaq bir dəfəlik. İstərsən qəlbimdən silim acıları, İstərsən bəxş edim sənə dünyaları, İstərsən mən də unudum varlığımı sənə görə. Yetər ki, o qəmli gözlər yenə gülsün, ötüb keçən xoş günlərim yada düşsün. Mən də baxım qəm-kədəri tez unudum sənə görə. İstərsən qəlbimdən silim
acıları. İstersen bəxş edim sənə dünyaları. İstersen mən də unudum varlığımı sənə görə. Yeter ki o qəmli gözlər yenə gülsün. Ötüb keçən xoş günlərin yada düşsün. Mən də baxım qəm kədəri tez unudum sənə görə. Sənə görə. Təşəkkür eləyirik Qulu. Gəl. İlk öncə mən sizə təşəkkür edirəm. Belə bir rubrika fikirləşmisiniz həqiqətən də. Biz Gənclərə təşəkkür edirik. dəstək Çox sağ olun. olursunuz. Buyurun. Sizin fikrinizi öyrənək. Həyəcanlanmağına baxmayaraq çox gözəl ifa elədiniz. Çox təmiz Yox, ifa yox, elədiniz. belə Səliqəli ifa idi. Çox Aha. bəyəndim. Çox gözəl enerjiniz var. Çox maraqlı insansınız. Yəni bilinir ki, daxildə çox enerjik bir insandır. Yəni əslində daha çox şey edə bilər Aha. gələcəkdə. Davam eləsəz və mahnı seçimini düşünürəm daha belə enerjili bir mahnı ifa eləsə daha çox özünü ifadə edə bilərsən musiqilərdə. Elə düşünürəm bilmirəm. Əslində çox qəşəng ritmik ifa mahnı ifa edə bilərdim. Sadəcə səs imkanlarımı biraz göstərmək üçün bu mahnını seçdim. Buyur Namik. Nə gözəl. Bax görsən. Verdim 5 səndə. Aha, görürsünüz ki, nə gözəl. Həyəcan elə bir şeydir ki, çox pis şeydir də. Qulu bəy içəri daxil olanda, hətta studiya daxil olanda o həyəcanı mən hiss elədim. Mən düşündüm necə oxuyacaq. Yəni o həyəcanın qabağında yenə oxudu. Hiss olunur ki, istedadı var, səsi var. Amma təbii ki, efirə çıxıb bu tanınmış simaları görüb, həyəcan biraz ona mane oldu. Çınar xanım demişkən, gələcəkdə mənə gəlir daha yaxşı oxuyacaq. Amma mən deyərdim ki, məndən yaxşı, hətta məndən yaxşı idarə elədiniz həyəcanı. Çünki mən çox həyəcanlanan insanam, aşırı dərəcədə. Mən bəyə onu deyəcəkdim ki, bizə canlı versən oxumaq, bu dəqiqə həyəcanlanaraq dolaşır bir-birinə də, ömür boyu da əziyyət çəkmişəm. Amma sizə halal da alqışlayıram. Gördünüz nə gözəl. Çox yaxşı. Yolun açıq olsun, uğurlar. Musiqi savadın var? Xeyr. Yoxdur, tembirdə. Özünü ifadəsi, tembri çox yaxşıdır. Ay nə gözəl. Uğurlar olsun sənə. İşıq var sizdə əsas, işıq var. Yəni biz bacardığımız qədər sənin kimi istedadlara qapımızı açırıq. Dəyərli sənətçilərdən o fikri sizin üçün alırıq ki, sizə də bir motivasiya olsun, siz də bir stimul alasınız, özünüzə güc-qüvvət tapasınız ki, bu yolu davam eləyəsiniz. Elə üzümüzü tuturuq növbəti istedadlara. Əgər istəyirsinizsə afaqla onlarda çıxış edəsiniz, özünüzü onlara təqdim edəsiniz. Gördüyünüz bax bu Instagram səhifəsinə, ünvanına müraciət edin, nömrələrimizə zəng edin. Buyurun, qapımız üzünüzə açıqdır. Sizə isə uğurlar qulub. Çox təşəkkür edirəm. Var olun, çox sağ olun, var olun, çox sağ olun. Yolunuz açıq olsun. Sağ olun. Sənin yadındadır bizim onların onluğu. Yadındadır SMS-lər gəlirdi. Sənin dəfələrlə oradan kliplərində var idi. O onluğu qaytarır. Sənin də yadındadır Çinarə. Yeni klipləriniz varsa bizə təqdim. Aysa uşaq olardı. Amma yadındadır. O onluğumuzu yenidən bərpa etmişik. Əvvəl əgər bir mobil operatordan səs göndərdi, bütün mobil operatorlardan səs göndərmək olar. Həyatının ilkindən oxuyan Sevda Yahyayeva bu həftə top 10-luğun sonuncu 10-cu pilləsindədir. Axı bu nə işdə bir sevgi ürəyimə düşdü. 9-cu pillədə qədri qiyməti bilinmədiyindən şikayətçi olan Roza Zərgərlidir. Hələ sən çox əzab çəkəcəksən, gecələr yuxularında görəcəksən. 8-ci yerdə hansı pillədə dayanmağından asılı olmayaraq biri-birlərinin yanında olanda hər şeyi gözəl görən Tünzalə Ağayeva və Samir Piriyevdir. Qəlbə sevinç dolur sənin yanında. Xatunla Cəzahir isə sevginin xeyrindən də zərər çəkib 7-ci pillədə qərarlaşıblar. Dili gedər anlayamazsın, böyle aşkların ayrı sana. 6-cı pillədə sevginin qayıda biləcəyinə ümid bəsləyən Gülaydır. İstərsən də bu sevgini düz qaytaraq yox olmadan. 5-ci yerdə özəl birini dünyası kimi görən Nurandır. Dola bilməz, yeri dünya oldu mənim gözümdə. 4-cü pillədə dərdinin dərmanını üfüqdən gələn eşqdə görən Aygün Kazımovadır. Mən üfüqdən gələn eşqəm, sən ömürlük sahibim. Zülfiyə Xanbabayeva gələn deyil desə də, hələ də ona yanaraq 3-cü pillədə məskən salıb. Onu necə sevdim, inandım.
İkinci yerdə sevdiyini buraxdığı üçün peşmanlıq çəkən Əkbər Əliyevdir. Sənin dalınca mən qaçaydım kar. Birinci yerin sahiblərindən qaçmağa çalışsanız da, bumerang kimi onlara geri qayıdacaqsınız. Çünki bu dəli dolu cütlük Röya və Murad Arif sizi özlərinə maqnit kimi çəkəcək. Bu həftənin liderləri məhz onlardır. Günahları kimi yenə səni tapacağam. Sevdiyiniz müğənnini və ya klipi ön sıralarda görmək istəyirsinizsə, 1 səs üçün 8401-ə, 10 səs üçün 88 10-a, 50 səs üçün 8650-yə, kliplərin qarşısındakı rəqəmi yazıb, SMS göndərib, bəyəndiyiniz müğənnini birinci edin. Verilişimiz sona çatdı. Sizinlə çox maraqlıydı. Doğrudan maraqlıydı. Yolunuzu gözləyirdim, gözləmirdim deyə bilməzdim. Çünki qonaqlarımız Çox xoşdur. özəldir, Çox xoşdur, maraqlıdır. təşəkkür. İstər Çinarə, istər Namiq, yəni... Gördünüz? Təşəkkür edirəm. Hə. Biz neynəcəyik, görsən maşallah. Və Aysa, gəldin, hər şey biz yaxşı görəsən oldu. burada neynəyəcəyik? Vallahi. Gördün Çox necə sağ ol. maraqlı oldu. Dəstəyə Sənə görə kömək təşəkkür oldu, edirəm. dəstək oldu. Arada onu sənə yönəltsə də sən əlinlə belə eləsən də. Yəni oldu. qonaqlığı yəni qəbul etməsən də. Hər şey çox gözəl oldu. Çox sağ olun. Sən daxil olanda Təşəkkürlər. söylədin ki, çox sağ ol. Ay Namiq, mən təşəkkür edirəm. Söylədin yeni mahnın var. Bəli, Gedirsən get. gedirsən get. Sözləri Xəyyamın, Sözü də, musiqisi də xəyalımdır. musiqisi də Xəyyamın. Allah rəhmət eləsin. Ümumiyyətlə bu mahnını mən ona həsr elədim ki, onun dilindən oxudum. Çünki bilirsiniz, xəyam dünyasını dəyişəndə, mən ümumiyyətlə belə şeylərdən çox çəkinən adamam da, belə şeylərə baxa bilmirəm. İnsanın ölümündən istifadə edib gündəm yaratmaq, onun ölümündən istifadə edib gündəmə gəlmək. Ona görə o qaynar vaxtı mən bu mahnını ifa eləmədim. Zaten əhval da elə deyildi. İndi ifa elədim və klipin də süni intellektlə elədik. Ancaq Xəyamın görüntüləridir, mən yoxam ümumiyyətlə orada. Mən birdən səsim var, çünki o iş onun halalıdır. Sözü də, musiqisi də ona aiddir. Mən oxudum, belə deyək, ona xatır. Allah ona rəhmət eləsin. Cəmi istedadların gərək qədrini bilək, dünyasını dəyişəndən sonra düşünməyək, gərək sağlığında qədrini bilək. Xəyam dünyasını dəyişib, mən onun ailəsinin yanındayam, daha doğrusu daim ünsiyyətdəyəm, elə bacısı oğlu ilə dünən danışmışam, bəzi şeyləri, məsləhətləri alır, fikirlərimizi bölüşürük. Gözəl xatirəsində yad edirik, sən də gözəl... Bu mahnıda yer gəlmişkən, mahnılarını da həm mən borcum da oxuyuram, həm də ailəsinin ricası ilə oxuyuram. Mən canlı yandan birində zəng elədilər. Deyir ki, biz sənə etibar edirik, oxu. Çünki onların əzizləri, onların daha çox ixtiyarı var bu mahnıların üstündə. Onlar halallıq verməlidir indi. Belə. Gedirsən get. Bəli. Biz istəməzdik, gedirsən get deyib, qonaqlarımızı belə yola salaq. Namiq Qaraçıxırlını dəvət edirik səhnəyə, biz də sizinlə ayrılırıq. Biz bir həftədən sonra Afaqla onlarda görüşərik.